Salam, mən elektronika və robotexnika müəllimi Nicat müəllim. Bugün sizə elektrik dövrlərində hər hansı komponentin müqavimətinin ölçülməsi haqqında qısa məlumat verəcəm. Hər hansı komponentin müqavimətini ölçmək üçün əsas 3 şərtə diqqət yetirmək lazımdır. Onlardan birincisi, ölçmə aparılan zaman batareya dövrədən ayrılmalıdır. Bunun səbəbi ohmmetr cihazının daxilində daxili bir gərginlik mənbəyi olduğu üçün xarici gərginlik mənbəyi ilə ölçmə aparılanda onlar qarşılıqlı təsirə girərək yanlış ölçmə nəticəsi verə bilər. İkinci şərt isə ölçmə zamanı komponent dövrədən ayrılmalıdır. Əgər komponent dövrədə ikən ölçmələr aparsaq, dövrədə başqa hər hansı ona ardıcıl və ya paralel qoşulmuş müqavimətlər varsa, o da yanlış ölçmə nəticəsinə səbəb ola bilər. Üçüncü şərt isə ölçmə zamanı barmaqlarımız multimetrin kabelinin yalnız plastik hissəsində olmalıdır. Metal hissəsi komponentin metal hissəsi ilə təmas nöqtəsi olduğu üçün, əgər barmaqlarımız ora dəysə, bədənimiz də ohmmetr tərəfindən əlavə bir müqavimət kimi hesablanacaq. O halda yenə yanlış ölçmə nəticələri görə bilərik. Gəlin dövrəyə baxaq. Burada bir ədəd qırmızı led, bir ədəd dəyərini ölçmək istədiyimiz rezistor, bir ədəd isə 9 voltluq batareya istifadə eləmişəm. İlk addımımız batareyanı dövrədən ayırırıq. Sonra isə rezistoru dövrə üzərindən çıxarıb ayrıca bir yerə yerləşdiririk. Multimetri ohmmetr rejimindən gətiririk. Diqqət yetirmək lazımdır ki, qırmızı kabel müqavimət ölçülən xanada, qara kabel isə common, yəni ümumi xanada yerləşməlidir. Ölçmə zamanı əlimizi kabelin metal hissələrindən yox, plastik hissələrindən tutmalıyıq. Ölçmə bu şəkildə aparılır. Göründüyü kimi təxminən 360 ohmluq rezistor istifadə edirik.